yaşlı şeyinin ürəyinin exo müayinəsində ekrandan da göründüyü kimi qulaqçıqlar arası səpərin defekti izlənilir. Təxminən 7,5 mm-lik keçid var. Baxın, axını görürsünüz. Soldan sağa keçən axın izlənilir. Nəfəs al tut. Həmən axını görürsünüz. Soldan sağa keçiddir. Hələlik edəcək bir şeyimiz yoxdur. Gözləmə mövqeyi. İldə bir dəfə exosu olacaq. Yetkinlik yaşına çatdıqdan sonra dəliyin qapadılması qərarı veriləcək yəqin ki. Klinik olaraq uşağın heç bir şikayəti yoxdur. Tam təsadüfi müayinədə aşkarlanmışdır. Hər vaxtınız xeyirli olsun. Növbəti aksiyamız Gədəbəy rayonunda baş tutdu və Funda Hospitalın uşaq mərkəzi olaraq Gədəbəy rayonunda 70-ə qədər uşağa təmənnasız müayinə və müalicə tətbiq etdik. Bu işdə bizə kömək edən dostlarımıza, həmçinin Gədəbəy rayon İcra Hakimiyyətinin başçısına və Gədəbəy rayon polis şöbəsinin rəisinə xüsusi təşəkkür edirik. Növbəti aksiyalarımızda görüşənədək.